Bizə yeni qoşulan tamaşaçıları bir də salamlayırıq və xatırladaq ki, müasir dilin müasir problemlərindən danışırıq və təbii ki, birinci hissəmizdə istər Sabir bəy, istər Sayalı xanım, Arif müəllim öz fikirlərini dedilər və təbii ki, Seyran müəllim öz narahatçılığını bildirdi. Qənimə xanım, biz ümumiyyətlə dildə nə proseslər gedir? Ümumiyyətlə, narazı qism insanlar var, razı qism insanlar var. Yəni, burada belə qarma-qarşılıq bir məqamlar var da Azərbaycan dili. Media bir tərəfdən, reklamların dili bir tərəfdən, yazılar, reklamlarda, böyük şitlərdə yazılar bir tərəfdən. Sonra, ümumiyyətlə, yeni yazılan kitablar, tərcümə əsərləri, orada olan böyük cümlə quruluşlarının səhvləri, ümumiyyətlə, cümlənin başı və sonu naməlum cümlələr, ümumiyyətlə, danışdığımız dil, yəni bir çox xaos var. Yəni, nəzər salanda bir xaos adamın gözündə canlanır. Ümumiyyətlə, sizcə nə görürsünüz bu məsələlərə baxanda, bunları analiz edəndə, gözünüzün qabağında nələr keçir və sonu nə olacaq? Bayaq Seyran mənim çox bədbin bir yekunlaşdırdı, amma siz necə düşünürsünüz? Bilirsiniz, mən ilk öncə istəyirəm, bizim burada gənclərimiz var. Dünənləri çox gözəl şəkildə bir yarışma oldu. Şəxsən mən çox böyük zövqlə o yarışmanı izlədim. Arabir duyğulandım o gəncləri görən zaman. Bizim Təhsil Nazirliyimiz, Çağ Öyrətim İşlətmələri və Türk-Azərbaycan liseyləri çox gözəl bir yarışma həyata keçirirdilər. Ana dilimizi sevək və sevdirək. Və bizim o gənclərimiz buradadır ki, o müsabiqənin, o yarışmanın qalibləri buradadılar ki, dilimizi necə böyük sevgi ilə, necə böyük, belə deyək, duyğularla, çox gözəl şəkildə həm şeirləri ilə, həm mahnıları ilə çatdırdılar. Mən onları təbrik edirəm. O yarışmanın, o müsabiqənin qalibləri buradadır. Arif bəyin də simasında bu işdə əməyi olan, zəhməti olan hər kəsə təşəkkür edirik ki, belə bir gözəl müsabiqə və yarışmanı keçirirdilər. Təbii ki, sizin gəldiyiniz məsələyə, toxunduğunuz məsələyə gəlincə, bu çox ağırlı bir məsələdir. Amma gələcəyə doğru ümidlimi, ümidsizmi dediyimiz zaman bu daha çox bizim özümüzdən asılıdır. Bu başqalarından asılı deyil. Bilirsiniz, burada çox ciddi bəzi məsələlər var, bir neçə məsələlər var. Təbii ki, burada vurğulandı, mən biraz tıxacılar probleminə görə gec qalmışdım, amma burada sonuna, belə deyək, eşitsəm də gördüm bizim ziyalılarımız bu məsələyə toxunurlar, Rus bölmələrin probleminə. Amma mən birinci elə Azərbaycan dilində oxuyanların problemi məsələsindən başlamaq istəyirəm. Bilirsiniz, mən elə gəlir ki, hələ ən vacib məsələ ilk növbədə elə Azərbaycan dilində oxuyan uşaqların da kifayət qədər böyük problemi var. Bizə elə gəlir ki, dilimiz sadəcə məişətimizdə işlətdiyimiz bu dildir və biz öz dilimizi bilirik. Mənim şəxsən atam ədəbiyyat müəllimi idi, Azərbaycan dili ədəbiyyat müəllimi idi. Uzun müddət onu tədris etmişdi və yaxşı mütəxəssislərdən biri hesab olunurdu. Hətta öz evlatları da daxil olmaqla, biz də daxil olmaqla, baxmayın ki, mən televiziyada işləyirdim o zaman, çox narazı qalardı. Deyirdi ki, siz Azərbaycan dilinin bu qədər zəngin, belə deyək, Azərbaycan dilindən çox məhdud şəkildə istifadə edirsiniz. Yəni, zənginliyini çatdıra bilmirsiniz Azərbaycan dilinin. Bu günləri hətta Azərbaycan dilində danışan insanlarımız belə çox az söz ehtiyatından danışır. Azərbaycan dilinin zənginliyini biz görə bilmirik o danışıqlarda. Ona görə mən hesab edirəm, məktəblərimizin özündə belə biz Azərbaycan dilinin tədrisini çox gücləndirməliyik. Yəni, Azərbaycan dilinin qrammatikasını, Azərbaycan dilinin öyrədilməsini elə təkcə onu düşünməməliyik. Əgər Azərbaycan bölməsində oxuyursa, bu Azərbaycan dilini mükəmməl bilir. Dilimizi də yaxşı öyrətməliyik. Buyurun. Bunun kökü ondadır ki, bizim mən neçə ildir bu söz deyirəm, Mətbuat Naziri işləyəndə dəfələrlə müzakirəsi olub. Bizim uşaqlara təqdim elədiyimiz əlifba kitabı özü Azərbaycan dilində deyil, son dərəcə məhdud, son dərəcə yanlış, vurğular yerində deyil, bəsit zatlar, məlumatlar, o müəllifin özünün uydurduğu bəzi tekstlər, mətinlər, bu mətinlər uşaq öyrənəndə o uşağın əlbəttə təfəkkür üçün dediyiniz kimi məhdud bir növrəni yanlış qoyur. Tamamilə doğru deyirsiniz. İkinci bir məsələ, bilirsiniz, dil bir millətin düşüncəsi deməkdir. Dilin vacibliyi nədən ibarətdir? O yaxşı bir misal var, deyir, bir milləti məhv eləmək istəyirsənsə, onun dilini al, tarixini al, artıq o milləti məhv edibsən. Bu qədimdən gələn bir hikmətdir və dilin
nə qədər böyük bir gücünü göstərir. Və bizim bayatılarımıza baxın, bizim el misallarımıza baxın. Görün, bizim babalarımız, dədələrimiz nə deyir? Deyir, dilim, kəs qovun, dilim. Mən dilimdən vaz keçməm, olursam dilim. Yəni, dildən vaz keçmənin, dili unutmanın bir insanın və bir millətə nə qədər böyük ağır faciələr olduğunu elə çox qısa şəkildə anladan bir məsələdir. Və ya böyük qaz spiralı, İsmail bəy qaz spiralı nəyə vurğu vurur? Birlik məsələsində, millətin birliyi məsələsində nə deyir? O modeldə ilk söz nədir? Deyir, dildə birlik, fikirdə birlik, işdə birlik. Yəni, dil çox önəmli bir faktordur. Və biz bu günləri dünyada təkcə Azərbaycanlılar olaraq, Azərbaycan türkləri olaraq 50 milyondan artıq bir millətik. Və biz təbii ki, öz dilimizə sahiblənməliyik. Özü də bizim dilimiz çox zəngin dildir. Çox, belə deyək, ən zəngin, mən hesab edirəm ki, dünyada təbii ki, zəngin dillər var, amma ən zəngin dillərdən biri də bizim dilimizdə. Amma nəyə görə? Bilirsiniz, məni ən çox narahat edən məqam nədən ibarətdir? Bax, siz Rus bölməsi məsələsini vurğuladınız. Mən həm Azərbaycanımızın içərisində insanlarla görüşəndə, mənim də yaxınlarım var, qohumlarım var, yaxınlarım var, keçmişdə də, bu günləri də Rus bölməsində oxuyurlar. Yəni, hətta mən başqalarını heç misal çəkmirəm, öz yaxınlarım, öz ətrafıma gələndə bu məsələni həmişə xüsusilə vurğuluyuram. Və ya bizim cənubdan olan soydaşlarımızla görüşəndə, yəni İran içərisində olan Azərbaycanlılarla görüşəndə də bunu vurğuluyuram, bu məsələni. Bilirsiniz, hər zaman deyirdi ki, Sovet İttifaqı var, bizi məcbur edirdilər, bizə təzyiq göstərirdilər, müxtəlif bəhanələrlə bunu əsaslandırmağa çalışırdıq ki, güya günah bizdə deyil. Axı, indi biz müstəqil ölkəmiz var, müstəqil ölkənin vətəndaşlarıyıq. Nəyə görə biz öz ana dilimizdə oxumaq istəməyək? Bir uşaq, mən hesab edirəm, bu mənim atamın həmişə sözü idi, o bir mütəxəssis kimi də bunu deyirdi. Deyirdi ki, hər bir uşaq ibtidai və orta təhsilini ana dilində almalıdır. Çünki ana dilində alanda onun düşüncəsi də formalaşır o zaman. Bax, Ramal bəy, siz öz ətrafınıza baxın. Mən hər zaman buna baxıram. Dostlarınızın da arasında var, yəqin sizin də yaxınlarınızın. Rus bölməsində tamamilə oxumuş insanların saz musiqisinə anlayışı, aşıq musiqisinə anlayışı sizi qədər varmı? Nadir ola bilər, amma biz çoxluqdan danışırıq. Nadir fərdlər ola bilər ki, belə deyək, 3%, 5%, 10%. Amma biz çoxluğa baxdığımız zaman siz görürsünüz ki, mədəniyyətə, ədəbiyyata, musiqini duyması, milli, Azərbaycan bölməsini bitirənlər qədər deyil. Yenə vurğuluyuram, 10% insanlarda bu fərq edə bilər. Amma 90%-də, bax, bu gerçəklik ortada qalır. Ona görə də mən nəyə gətirəcəkdim, bilirsiniz bu misalı? Mən hesab edirəm ki, insan nə qədər çox dil bilsə, o qədər vacibdir. Bir insan nə qədər istəyir dil öyrənə bilər və bu dili öyrənmək onun ana dilini öyrənib mükəmməl bilməyinə heç bir mane törətmir. İlk öncə ana dilini mükəmməl öyrənəcəksən, sonra get neçə dil istəyirsən öyrən, o sənin bir insan kimi zənginləşməyinə xidmət edəcək. Eyni problemimiz Cənubi Azərbaycandadır, İran içində. Bu verilişi sizdən, bu televiziya ekranımızdan dinləyirlər təbii ki, bizim dünyanın hər yerindəki soydaşlarımız. Mən orada da deyirəm, düzdür, orada bizim problemimiz biraz başqadır, onların məktəbləri yoxdur ana dilində. Onların obyektiv reallıqları bizdən yox, daha çoxdur. Yəni, nəyə gətirəcəm? Amma yenə də bu da əsas vermir ki, hətta kənara çıxdıqda belə, ev şəraitində, evdə belə, öz aralarında belə farsça danışırlarsa, artıq bu bizim problemimiz deməkdir. Bilirsiniz, təkcə oxumaqdan getmir Ramal bəy. Bəzən mənə ən çox ağrıdan bilirsiniz nədən ibarətdir. Azərbaycanlılar öz aralarında bir-biri ilə rusca danışırlar və ya farsça danışırlar və ya başqa bir dildə. Və bunu bəzən elə fəxr, elə bir hansısa qürurla edirlər ki, ana dilindən danışdıqları zaman o qüruru hiss eləmirsiniz. Mən hesab edirəm, şəxsən mənim düşüncəmdir. Mən əgər Azərbaycanlılar bir-biri ilə başqa bir dildə danışırlarsa, mən bunu yanlış hesab edirəm. Mənim təfəkkürüm, mənim düşüncəmə görə Azərbaycanlılar öz dilində danışıb bununla fəxr eləməlidirlər bir-biri ilə. Yoxsa başqa bir dildə və mən sözümü bununla bitirmək istəyirəm. Və siz bilirsiniz, mən buna sadəcə bir dil faktoru kimi də deyil.
Bu bizim gələcəyimiz üçün, milli birliyimiz üçün ciddi problemdir. General Bir xanım. hissəmizdə, bu hissəmizdə, Şimali Azərbaycan dediyimiz hissədə bu cür problemlər, o hissəmizdə o cür problemlərlə biz artıq silkələnib öz dilimizə ciddi şəkildə dönməliyik və mən düşünürəm ki, bizim bax o milli birlik fəlsəfəmizdə də o dilimizə həqiqi mənada tamamilə qayıdış ciddi şəkildə öz mən istəyirəm ki, bax, bayaq siz proqramı başlayanda bu uşaqları vurğuladınız. Mən istəyirəm ki, bu uşaqların ki, o qrammatika kateqoriyasında, sonra ən gözəl, Azərbaycan dilində ən gözəl saytın hazırlanması və bir də inşa kateqoriyasında qaliblərimiz var. Onların üçünü dəvət eləyək bura və siz də bayaq saz musiqisindən danışdıq və bir gəncimiz də var, bir bizim vətənimizin övladı da var ki, o saz yox, məhz xalq musiqisini oxuyacaq bizə. O proqramın sonuna doğru. Amma mən 3 nəfəri bura dəvət eləmək istəyirəm ilk əvvəl. Gəlsinlər bura, bizim tamaşaçılarımız bunları görsün. Ən azından bunları biz dar çərçivədə bir Milli Dram Teatrında gördük. Müəyyən insanlar dəvət olunmuşdu ora, gördük. Amma mən istəyirəm ki, bütün Azərbaycan görsün bunları. Bax, xanım Şəkidən qalib olub, Şəkidə və inşa yazıb. Mən istəyirdim, xanım, sizdən soruşum. Sizin inşanız nəylə fərqləndi başqa uşaqların inşasından? Sizi birinciliyə aparan nə oldu? Duyğularınız mı oldu? Dili gözəl istifadə eləməyiniz mi oldu? Qrammatikanı gözəl bilməyiniz mi oldu? Nə sizi apardı birinciliyə? Salamlayıram qonaqlarınızı. Mən inşam ana vətən haqqında idi. İnşamda bütün bölgələrə nəzər salmışdım. Yəni qrammatikanı da gözləmişdim təbii ki. Yəqin ki, elə bütün bölgələrə nəzər salmağım, yəni torpaqlarımız haqqında yazmağım, yəni bütün bunlar mənə birinciliyə apardı. Aha, təbii. Bəs siz özünüzü təqdim edin sizdə? Mən Gəncə şəhər 22 saylı orta məktəbin şagirdiyəm, 11-ci sinif şagirdi. Məzitli Mirhəsən, qrammatika üzrə gəlmişdim. Məktəbimi təmsil edirdim. Yəni qrammatikanı bax bizim insanlar ki var, düzgün Azərbaycan dilində danışa bilmirlər, qrammatikanı düzgün istifadə edə bilmirlər. Yəni sənin bu qrammatikanı yaxşı bilməyin təbii ki, səni bu zirvəyə gətirdi, birinciliyə qazandın, öz yaşlarından fərqləndin ən azından. Bəs bizim söhbətlərimiz oldu, siz bayaqdan dinləyirsiniz. Yəni özünüz bəs öz yaşlarınıza, istər həm də valideynlərə, bizi izləyən tamaşaçılara nə demək istəyirdiniz? Bax, bizim bugün müzakirə etdiyimiz mövzu ilə bağlı. Demək istəyərdim ki, Azərbaycan dilini sevmək asandır, hər kəs sevir. Amma sevdirmək çətin məsələdir. Yəni, mən bu barədə müəllimlərimə təşəkkürümü bildirirəm. Yəni, orta məktəb müəllimlərimə. Eyni zamanda mən Gəncə ərazidə təhsil alıram. Orada da məni hazırladılar. Liseylərə təşəkkürümü bildirirəm ki... Əslində çox gözəldir. Yəni, sevmək asandır. Bəlkə dildə bunu deyə bilərsin. Amma bunu sevdirmək nə qədər önəmlidir ki, bəs müəllimlər, orta məktəb müəllimlərinin, bəlkə də daha Sabir müəllim dediyi kimi, əlifba çağlarından bu dili sevdirmək çox vacibdir. Siz də zəhmət olmasa özünüzü təqdim edin. Mən Bakı şəhər Dədə Qorqud Özəl Türk Liseyinin 10-cu sinif şagirdi Şükürov Yaqub. Müsabiqəyə internet səhifə hazırlamaqla qatıldım. Orada internet səhifənin nəyi ilə, gözəl dizaynla mı, yoxsa gözəl Azərbaycan dilində orada bölmələr açdınız, gözəl dili istifadə elədiniz? Mən bu web səhifəni Cəfər Cabbarlı haqqında hazırladım və o Cəfər Cabbarlının yaradıcılığı haqqında, həyatı haqqında, həyatından şəkillər, ev muzeyi haqqında geniş məlumat yer aldığı üçün və birinci olacağıma inandığım üçün İnanırdın birinci olacağına. Biz nə deyək, təbrik edirik sizi uşaqlar. İnşallah uğurlarınız davamlı olar və bundan sonra da, yəni hər il yarışma üçün eləməyin bunu. Hər gün, hər il bunu özünüz üçün, öz ətrafınız üçün və insanlar üçün eləyin, vətəndaşlarımız üçün eləyin. Çox sağ olun, təşəkkür edirik və telefon xəttində bir yazarımız var. Buyurun, eşidirik. Alo. Alo. Akşin bəydir. Akşin bəy, buyurun. Ramaz bəy, mən sizi salamlayıram, qonaqlarınızı da, tamaşaçıları da salamlayıram. Çox sağ olun. Çox qısa və konkret danışmaq fikrindəyəm. Buyurun. Demək, mən burada indi sizin verilişə baxıram və 2-3 məsələ haqqında öz fikrimi demək istəyirəm. Məsələn, deyir, Rus sektor məsələsi yığışdırılsa, güya Azərbaycan dilinin ixtisasının
mümkündür. Əslində Rus sektorunu yığışdırmaqdan Azərbaycan dili xilas eləmək bir bazı şübhəli məsələdir. Niyə? Çünki məsələn mən Dövlət Universitetini qurtarmışam. Özüm də indi hal-hazırda universitetdə işləyirəm. Bütün elmi kitabların hamısı Rus dilindədir. Uşaqlar, yəni tələbələr hansısa bir elm sahəsində nəyisə öyrənmək, nəyisə araşdırmaq istəyirlərsə, mənbə Rus dilidir. Azərbaycan dilini xilas eləməkdən ötürü bu dildə elm yaratmaq lazımdır. Yəni bu dilin elmi olmalıdır. Əgər bu dildə bizim elmimiz yoxdursa, biz əgər tutaq ki, hansısa bir həkim olaraq və yaxud alim olaraq, nə bilim, baykar olaraq, doktor olaraq, müxtəlif məsələlərdə də, o müxtəlif ixtisas sahələrində. Bu dildə elm olmasa, bu dili xilas eləmək qeyri-mümkündür. Mən bu qənaətdəyim. Ona görə bu dildə elm yaranmalıdır. İkincisi, Akşin müəllim, gözləyin bir dəqiqə. Akşin müəllim, mən çox təəssüf edirəm ki, siz bu cür düşünürsünüz. Bizim Azərbaycan dili artıq elm dilidir. Bizim auditoriyalarda istər kimya, istər biologiya, istər fizika, bütün fənlər Azərbaycan dilində tədris edilir. Orta məktəbdən biz hardasa bütün bu sahələr üzrə, yəni bizim elmi dilimiz var. Mən çox təəssüf edirəm ki, bu cür düşünürsünüz. Çünki bizim müxtəlif sahələrlə bağlı. Bizə terminologiya komissiyası... Biz artıq Azərbaycan yazılsın, əlbəttə düşünməlidir. Və bizim elmi dilimiz artıq bir sübut olunub ki, Azərbaycan dili elm dilidir. Azərbaycan dili dövlət dilidir. Azərbaycan dili tədris dilidir. Və buna emosiyon... Əlbəttə, mən dil deyirəm də. Bazanı, çox gözəl bazamız var. Bizim əgər müxtəlif sahələr, bizə terminologiya komissiyası bu bazalar üzərində işləyir. Biz əgər axtarsaq, görərik ki, 22-ci ildə bizim artıq riyaziyyat terminal lüğətimiz hazırlanır. Bu artıq riyaziyyat bazasının inkişaf elətdiyini göstərir. Mən Bakı Dövlət Universitetinin coğrafiya fakültəsini qurtarmışam. Həm təhsil almışam, həm də magistratura təhsili. Mən coğrafiyaya aid müdafiə elədiyim, yazdığım bütün o elmi işlərdə birdə dənə də olsun Azərbaycan dilində kitabxanalarda kitab tapmamışım. Bu bir. İkincisi, deyirsiniz ki, Rus dili Azərbaycan dilinin üzərində hegemonluq edir. Bu, bütün xalqların həyatında, tarixində, ədəbiyyatında var. Məsələn, Tolstoy, Dostoyevskinin əsərlərini götürüb oxumusunuz, mən əminəm buna. Orada da Rus elitası Fransız dilinə çox müraciət edir. Məsələn, Tolstoyun Hərb və Sülh romanı yazısı təqribən, belə deyim, Fransız dilindəki diyaloqlardan ibarət. İkincisi, tərcümə məsələsi, yəni dilin dillə ünsiyyət münasibəti. Alman dilində 500 min söz var, təqribən. Azərbaycan dilində 50 min söz var. 500 min sözlə yazılmış ədəbiyyatı 50 min sözlə tərcümə eləmək qeyri-mümkündür. Biz bu sözləri ölkəmizə vizasız gəlməyin təmin eləməliyik. Məsələn, 20-ci əsr ədəbiyyatı Azərbaycan dilinə tərcümə eləyəndə bütün tərcüməçilər və redaktorlar əziyyət çəkirlər. Çünki bizim dilimizdə birdə dənə də texniki bir söz, ifadə yoxdur. Biz məcburuq ki, o texnikanı ki, hansı xalq yaradıb, o xalqın dilində də onu tərcümə edirik. Ya da özümüzdə nəsə bir şey uydurmalıyıq. Üçüncü məsələ. Biz məsələn dilin bu günləri müzakirə edirik. Mən bayaqdan qulaq asıram diqqətlə. Biz dilin ancaq ictimai tərəflərinə uşaqlarımıza şeir oxudururuq. Nə bilim, bayaqlar o gənc xanım bir şeir oxudur. Bu ölüvay bir münasibət. Dilə bu ölüvay münasibətdir. Bu dil məsələsi deyil. Şeir oxudum, dilimi xilas elədim. Bu şeiri o dildə yazmaq lazımdır. Akşin müəllim, biz ümumiyyətlə məğz burada odur ki, yəni şeiri, bədii qiraəti, ümumiyyətlə bunu sevdirmək, təbliğ eləmək. Yəni budur məqsəd və təbii ki, biz sadəcə yapışmışıq onun əlindən ki, bizə elə gəlir ki, televiziyamızda, auditoriyamızda, universitet səhnəsində Bəxtiyar Vahabzadədən, Məmməd Arazdan və digər şairlərimizdən 2 dənə şeir oxuduqsa, biz dilimizi xilas elədik. Bugün Avropa fəlsəfəsi ümumiyyətlə dil haqqındadır. Bunun örnəkləri var. Mənim bildiyimə görə Heidegger, Alman filosofu, dil haqqında 40 cildlik əsər yazıb.
Biz bu 40 cilidlik əsərin qarşısına bir dənə qız uşağına şeir oxutdurup çıxırıq və deyirik ki, biz dilimizi xilas edirik. Təşəkkür edirəm. Akşin təşəkkür edirəm, amma bu barədə biz sizlə, mən şəxsən mövqeyi ortaya əslində qoymamalıyım, amma məqsədləri bilmədiyimiz üçün bəlkə ola bilsin ki, siz bunu deyirsiniz, amma biz sadəcə o uşaqlardan ibarət olan bir dəstə ilə bunu böyük bir ölkənin yükünü, problemini onların boynuna qoymuruq. Sadəcə bu bir stimuldur, bu bir hərəkatdır başlanılıb və buna qoşulmaq, sizin kimi yazarlar, sizin kimi cəmiyyətdə söz deyən insanlar, bu cür ziyalılar əslində buna dəstək olmalıdır və bunu biz yarışma keçirdib, televiziyada müxtəlif bəsit, sadə yarışmalar keçirdib insanların beyninə nüfuz eləməkdənsə bu cür yarışmalar və bunları, bu gəncləri biz qabartsaq, məncə daha effektli olar və daha təsirli olar və Sabir bəy. Bir şey münasibətini bildirmək istəyirəm. Əvvələ bizim orfoqrafiya lüğətimizdə hal-hazırda 120 min söz var. Yəni, Akşin müəllimin dediyindən belə çıxdı ki, başqa dillərin qarşısında Azərbaycan dili zəif dildir. Mən xatırlatmaq istəyirəm ki, Azərbaycan dili qədim və zəngin bir dildir. Və elmin bütün sahələri üzrə. Məsələn, mən Akşin müəllimə xatırlatmaq istəyirəm ki, bizim 2003-cü ildə izahlı texnika terminal lüğətimiz çıxıb, 4 cildli lüğətimiz. Bizlə əlaqə saxlasın terminologiya komissiyasından. Eyni zamanda bu il bizim 4 cildli lüğətimiz çıxıb. Təkcə texnika terminal sahəsində, özü aparıcı mütəxəssislərin iştirakı ilə. Və bizim dilimiz elm dilidir. Bunu heç kim dana bilməz. Biz sadəcə burada müasir dilin problemlərindən danışırıq. Necə edək ki, xalqımıza bu dili sevdirək? Necə edək ki, dili yaşadaq? Biz bu problemlərdən danışırıq. Yoxluq problemindən yox. Mən də o məsələyə münasibətimi bildirmək istəyirəm. Təbii ki, xalqların mövqeyindən, tarixi mövqeyindən asılı olaraq onların hər birində dilin bu və digər sahəsi daha artıq inkişaf edir. Deyək ki, Almanlar tarixən biraz belə fəlsəfənin filosof xalqdır və demək mümkünsə fəlsəfələri çox inkişaf edib və ola bilsin Alman dilində müəyyən fəlsəfi terminlər var ki, hələ bizim dilimizdə yoxdur. Yaxud deyək ki, ingilis dili elə xalq var ki, gəmiçiliyi ilə bağlı minlərlə termini var, bəlkə bizdə o yoxdur. Söhbət bununla getmir ki, söhbət ondan gedir ki, bu gün mövcud olan Azərbaycan ədəbi dili bu millət tərəfindən necə dərk olunur, necə işlədilir. O dildə 500 min söz var, bu dildə. Türk dillərinin ümumi lüğət fondu 1 milyon sözdür, bilirsiniz əgər. Əgər Alman dilinin 500 mindir, Türk dillərinin ümumi Balkanlardan tutmuş yaxudlara qədər 1 milyon sözü var. Bunun bir xalq bir hissəsini işlədir, o bir xalq o bir hissəsini işlədir. Və rus dilində əgər o kitablar, əvvələ bizim ali məktəblərdə, elə Türkiyədən də hətta fərqli olaraq, bütün fənlər üzrə mükəmməl təhsil vasitələri var ana dilində. Əlavə magistraturada oxumaq istəyənlər, əlavə ədəbiyyat istəyirsə, ingilis dili kimi, rus dili kimi öyrənsinlər, ondan istifadə eləsinlər. Bu mane olmur. Amma bir yazıçının, bir cavan yazıçının, deyək ki, dil məsələləri ilə bağlı gedən bu söhbətə, ana dilini təbliğ üçün deyək ki, uşaqların arasında yarış keçirilir. O yarışa, bu cür bəsit münasibəti, dili bu cür sevdirmə olmaz filan. Bu yanlışdır, hörmətli Akşin bəy. Bu uşaqlar, biz demirik ki, o dilin örnəyidir və bu dilimiz ancaq o uşaqların şeirində yaşayır. Xeyr, sadəcə olaraq əgər bir şeir uşaqların arasında bir ana dili yarışı keçirilirsə, bunun özü də ana dilini sevdirməyə xidmət edən bir məsələdir. Ona görə də bu nihilizm, bəyənməmək, hər şeyə belə yuxarıdan baxmaq, bu bir xəstəlikdir və mən hesab edirəm ki, elə o ana dilindən üst çevirməyin bir tərəfi də odur. Siz əgər Rus ədəbiyyatı ilə Azərbaycan ədəbiyyatını müqayisə eləmək istəyirsə, həmin Tolstoy Azərbaycan dilinə çevrilib, həmin Dostoyevski də çevrilib, həmin Hötedə çevrilib, Şillerdə çevrilib hamısı. Hansının çevrilməsində, mən bədii dildən danışıram hələ ki, hansının çevrilməsində tərcüməçi bir çətinlik çəkib. Heç vaxt çəkməyib. Amma o ayrı şey ki, Rusiyada bir kosmik texnika var, kosmik, onun dili hələ bizdə yoxdur falan, o ayrı məsələ. Onun da biz problemlərini həll edirik. Söhbət nədən gedir? Söhbət müəyyən problemlər varmı? Akşin bəyin dediyi məsələlərdə haqlı tərəflər də var. Amma bunları bəhanə edərək getmək lazım deyil. Bəli, şəxsən mən Tibb Universitetini ilk öncə bitirmişəm. Biz Tibb Universitetində təhsil alanda da bu günləri də. Mən bunu açıq şəkildə deyirəm. Kifayət qədər dərslik ehtiyatı ki, lazımı biliklərin əldə edilməsi üçün yox idi. Amma gəlin bunu açıq şəkildə deyək. Bizim məktəblərimizdə Azərbaycan dili ilə bərabər ana dilində təhsil alan uşaqlara ikinci dil verilirmi? Bu dil haqqı verilirmi? Və mən hesab edirəm ki,
İngilis dili belə məntiqlə Rus dilindən daha geniş imkanları var. Çünki İngilis dilində kifayət qədər elmi kitablarında sayı, bütün istiqamətlərdə kitabların sayı daha çoxdur. Qoy uşaqlar paralel olaraq bizim gənclərimiz İngilis dilini də oxusun. Gələcəkdə də Azərbaycan dilində nəyi tapa bilmirsə və ya daha geniş ki, İngilis dili beynəlxalq dil kimi o dildə daha çox materiallar var, ondan da istifadə edə bilər. Yəni bu material azlığı o bizi məcbur edir ki, ana dilimizi öyrənməyək, ana dilimizdən uzaqlaşaq. Mən bu məntiqi qəbul etmirəm. Təbii ki, belə deyək, mən indi bir məsələyə gələcəm. Bu millət bir əsrdə 3 dəfə əlifba dəyişib. Bu elə belə proses deyil. Elə bunların o çevrilmə prosesi belə çox ağırlı olub. Və mən hesab edirəm, bəli, bu günləri bizdə bu tərcümə prosesləri daha da sürətlənməlidir. Elmi ədəbiyyatların, bədii ədəbiyyatların olsun, tərcüməsi daha da sürətlənməlidir. Amma bunun bizim mövzumuza ana dilini öyrənmək, ana dilini sevmək, ana dilində oxuma məsələlərinə heç bir aidiyyatı yoxdur. Deməli, Gəncə xanım, mən bir xahişim olacaq sizin hər birinizdən. Bir nəfər bizim uşağımız qalıb ki, mən istəyirəm ki, onu da bizim tamaşaçılar dinləsin və Akşin bəyin acığına onu da istəyirəm dinlədək. Təbii ki, bizim hər qonağın, hər ekspertin Akşin bəyin dediyində bir şey vardı ki, hörmətimiz var. Şeiri biraz sızıltı ilə demək lazım deyil. Şeir biraz biz dəvət edirik bizim dostumuzu bura. Qəbul edə bilər. Akşin, mən istəyirəm sən baxasan bu gözəl uşaqlara və yanaşmanı, bütün dedikləriniz, bizim mövzumuzu, müzakirəmizi biraz istiqamətini ən azından hiss edərsən. Biz bu uşaqların boynuna böyük bir əslində həm də yük qoymuş oluruq ki, bunlar milyonlarla insanların qarşısında öz ana dillərində oxuyurlar, mahnı oxuyurlar, şeir deyirlər. Buyur, özünü təqdim elə və mən istəyirəm ki, musiqini dinləyək. Mən İskandarov İsmail, Ağdaş rayon Tofiq kənd orta məktəbinin 7-ci sinif şagirdiyəm və mövzumuzdan baxım, insan nə qədər çox dil bilsə o qədər yaxşıdır, amma baxır öz yerində. Mən bir Azərbaycanlı olaraq iki Azərbaycanlı başqa dildə danışanda mən onlara çox pis baxıram. Yəni öz dilini qoyub başqa dildən danışmaq olmaz. Onun xarici ölkələrdə ola bilər, amma öz vətənində elə olmaz. Təbrik edirəm. Buyurun, buyur musiqini eşidək. Geçmə kimsəsizən, qal sənə qurban, ömürlük hədəmiyim, ol sənə qurban. Getmə kimsəsizən, qal sənə qurban, kədəmiyim, ol sənə qurban. Mənlə şirin danış, mənlə şirin gül.
Getmə uzaqlara, qal sənə qurban. Bu dilsiz ağızsız lal sənə qurban. Getmə uzaqlara, qal sənə qurban. Bu dilsiz ağızsız lal sənə qurban. Mənlə şirin danış, mənlə şirin gül. Mənlə şirin danış, mənlə şirin gül. Ələn sillə bilən bal sənə qurban, bal sənə qurban. Ələn sillə bilən bal sənə qurban, bal sənə qurban. Düşməsin qəlbinə yar, yanağımda qara xal sənə qurban, xal sənə qurban. Əgər sevilib getsən uzaqlara, getsən uzaqlara, qalmaz aşiqində hal sənə qurban, hal sənə qurban. Əgər sevilib getsən uzaqlara, getsən uzaqlara, qalmaz aşiqində hal sənə qurban, hal sənə qurban. Qalmaz aşiqində hal sənə qurban, hal sənə qurban. Qalmaz aşiqində hal sənə qurban, hal sənə qurban. Çox sağ olsunlar, çox sağ olsunlar. Ümumiyyətlə, biz bu proqramı əvvəldə də deyirik və hər verilişimiz o demək deyil ki, biz bu verilişdə bütün ölkənin problemlərini həll eləyəcəyik və bütün ölkənin o ağır, dərindən gələn problemləri həll edəcəyik. Biz sadəcə gündəmə gətiririk və insanların düşünməsinə bir imkan veririk, imkan yaradırıq və dəyərli insanları dəvət edirik. Arif müəllim, proqramımızı yekunlaşdırırıq və sizə həm təşəkkür edirəm ki, bu qədər əziyyət çəkirsiniz, bu qədər işlər görürsünüz. Təbii, bu yolda həm sevinənlər olacaqsa dəstək olacaq, həm qınaq obyektinə çevriləcəksiniz. Təkliflər verənlər olacaq. Təkliflər verən, amma məqsəd müqəddəsdirsə, əgər məqsəd xalqa xidmətdirsə, dilə xidmətdirsə, insanlara xidmətdirsə, bu yolda sizə uğurlar arzulayırıq. Və son olaraq demək istədiyiniz sözləri buyurun. Onda bu dil üçün eylənən şeylərdən bir tanəsidir bu. Çox şeylər eyləmək lazım, çox şeylər eyləmək olar. Kəş gücümüz çatsa, başqa şeylər də eyləmiş olsaq. Ben koşulan Seyran müəllim vardı, həm də Qanirə xanım, ikisi də bir şeye tokundular. Onlar hem sözleri yerli yerinde istifadeyi çok az eylediğimizi söylediler, hem de Qanirə xanım da söz ehtiyatımızın az olduğunu söyledi. Bunun en başlıca problemi bizim biraz az kitap okumayımızdan kaynaklanır. Burada hem danışırken hem problemi ortaya koyarken bir de teklifle çıkış eylemek lazım arada sırada. Burada benim teklifim odur ki biz
birinci ailemizdə, özümüzdən başlayaraq, özüm də müəllim olduğuma görə evimizdə kitab oxuma saati qoysaq. 20 dakika, 30 dakika bizim evdə 1 saatdir bu. Uşaqlarımızdan, yoldaşımızdan o saatdə başqa hiçbir şey eləməsək, televizyonumuzu bağlasaq, kapatsaq hər şeyi, bilgisayarla məşğul, başqa işlərdə məşğul olmasaq, bu iki problemimizi en azından ortadan qaldırmamıza kömək edəcək. Ben teşekkür edirəm. Biz də sizə təşəkkür edirik. Vaxtımız azdır. Qənar xanım, buyurun siz də son sözünüzü. Birincisi hesab edirəm ki, biz xeyli kifayət qədər iş də görmüşük. Yəni müstəqillik illərimizdə dilimizlə bağlı görülən işlərimiz də az olmayıb. Amma təbii ki, biz problemlər deyirik ki, o problemlər öz həllini tapmalıdır ki, biz daha da belə deyək, bu istiqamətdə daha yaxşı gələcəyə bir ümid edək. Amma mən bir təkliflə bitirəcəm. Bunu sizin televiziya vasitəsilə etmək istəyirəm. Çünki bir neçə dəfə bunu səsləndirmişəm. Amma nədənsə televiziyalarımız buna qoşulmayıblar. Xahiş edirəm 2 dəqiqə zaman ayırın. Mən hesab edirəm, elə ana dilimizi sevək, sevdirək layihəsinə televiziyalarımız da bu şəkildə qoşula bilər. Necə? Bizim ən böyük problemlərimizdən biri ondan ibarətdir ki, mən xaricdə olanda nə qədər soydaşlarımız bizə bu məsələni vurğulayıblar ki, kənarda kifayət qədər Azərbaycanlılar var. Müxtəlif səbəblərdən öz ana dillərini evlatları yaxşı bilmirlər. İkincisi, cənub kökənli Azərbaycanlılarımız üstəlik Latın əlifbasını da bilmirlər. Və bilirsiniz nə təklif edirlər? Deyir, televiziyalarınız bütün günü səhərdən axşama çalır, oxuyur, oynayır. Nə olar? Həftədə bir dəfə, 1 saat çərçivəsində Azərbaycan dili dərsləri keçmək olarmı ki, biz də kənardan bilək ki, o həftə içərisində Azərbaycan dili, belə metodlar var. İngilis dilini televiziya vasitəsilə öyrədilər. Yəni, Azərbaycan dilini, Azərbaycan hüdudlarından kənardakı Azərbaycanlıların da öyrənməsi üçün bu imkanın yaradılmasına mən elə Xəzər televiziyasında sizə təklif edirəm ki, bax, bəlkə elə bu layihə çərçivəsində bu işi həyata keçirəsiniz ki, xaricdəki soydaşlarımız həm Latın əlifbasını bilməyənlər bunu öyrənsin, həm də dilimizi öyrənmək istəyənlər ki, hər yerdə bazar məktəbləri də açmaq olmur. Çox çətin prosesdir. Mən onların bu xahişini növbəti dəfə bu televiziyada səsləndirirəm. Çox sağ olun. Təşəkkür Səhəli xanım. Çox qısa zəhmət olmasa. Bildiyimiz kimi biz bu gün ən çox müasir dil problemlərini müzakirə elədik və bunun mexanizmini tapmaq lazımdır. Nəyə görə mətbuatımızda dil bu cür qorunmur? Nəyə görə reklamlarda qorunmur? Bunun mexanizmini müəyyənləşdirmək və müəyyən dövlət səviyyəsində bir qurum təşkil olunmalıdır. Çünki bizim dövlət səviyyəsində qanunlarımız, qərarlarımız, fərmanlarımız var. Ancaq bu qanunlar, fərmanlar həyata keçmir və buna görə də bu mexanizm hazırlanmalıdır ki, buna necə həyata keçsin. Çünki dili qorumaq təkcə dilçilərin vəzifəsi deyil, hər bir vətəndaşın borcudur. Təşəkkür ederim. Və Sabir müəllim, buyurun. Biz elə bir dil qurumu yaratmışıq, amma təəssüf ki, o böyük imkanlarımız yoxdur. Amma apardığımız araşdırmaların qəribə nəticələri var. Nəticənin biri ondan ibarətdir, acı bir nəticə. Bunu başqa təşkilatlarda öyrəniblər. Bakının mərkəzində cəmi 6% ana dilində reklam var. 6% yerdə qalanı yoxdur. Bizim dilimiz sanki bu mərkəzdə, mərkəz kimindir? Mərkəzdə imkanlı adamlardır. İmkanlı adamlarımız dilə bu cür münasibət bəsləyirlər. Bu bir ciddi problemdir. Və sonda, Sabir müəllim? Sonda odur ki, mən bu yaxında da bizim cavanlar kitab oxuma təbliğatı aparırlar küçədə cavanlar. Polis gəlib onlar dağıdıb ki, kitab oxumayın, gedin idman. Bax, bu gülünc bir şeydir. Yəni, hətta bir yerə yığışıb kitab oxumağı reklam edirlər. Mən bir nəticə etibarlı onu demək, son olaraq onu demək istəyirəm ki, ən çox cəmaatın arasında yayılan rəsmi ədəbi dilimizin bir qanadı qanunlardır, rəsmi materiallardır. Biz ikimiz millət vəkili, dəfələrdən bunu orada demişim. Mən öz məclisimizə, belə öz işimizə qarşı çıxmaq istəmirəm. Amma qanunlar hardan hazırlanıb bizə gəlirsə, onlar Azərbaycan dilinin rəsmi ədəbi dildə dil deyil. O kalka dilidir, o tərcümə dilidir və o tərcümə dili bizim bütün idarələrimizə bədbəxtçilik gətirir. Bunun qarşısı alınmalıdır. Təşəkkür edirəm mən hər birinizə. Hörmətli tamaşaçılarımız, sizə də təşəkkür edirəm. Vaxt azlığından mən çox çətinlik çəkirəm və istəyərdim ki, çox uzun söhbət eləyək, amma neyəyə ki, bizə də ayrılan vaxt burada yekunlaşdı və təşəkkür edirəm. Ayrı-ayrı mövzulara həsr eləyəsiz. Bir dəfə qanun dili, bir dəfə bədii dili. Mütləq. Gələn hafta yenə görüşəcəyik. Hamısı ayrı bir mövzu. Sağ olun.